Hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Qəmbərova Firuzə. Bu gün isim mövzusu ilə ismin hal və ya mənsubiyyət şəkillərinin fərqləndirilməsi məqamları ilə qarşınızdayam və mövzuya keçməmişdən qabaq, izaha keçməmişdən qabaq dərslər haqqında məlumat vermək istəyirəm. Yay dərslərimiz üçün yeni onlayn və yaxud da əyani fərqi yoxdur, qruplarımız açılır. Daha doğrusu qruplarım açılır və əgər ki, dərslər haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, 070 513 50 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm keyfiyyətli, həm də münasib qiymətə dərslərə qoşulmaq istəyirsinizsə, fərqi yoxdur. Onlayn və yaxud da əyani bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək mövzumuzun izahına. Hansıdır yiyəlik halın şəkilçisi və ikinci şəxsin mənsubiyyətinin şəkilçisi? In, in, un, ün. Yaxşı. Deməli, yazaq bura. Bir yiyəlik haldır, bir də ikinin mənsubiyyəti. Yaxşı. Nə fərqləri var? Yəni, buradan belə bir ortaya çıxarırıq ki, şəkilçini, bu amonim şəkilçidir. Və amonim şəkilçinin təbii ki, necə ki, amonim sözlərin mənaları, leksik mənaları fərqlidir. Eynən şəkilçilər də amonim olub. Nitq hissəsi baxımından, hansı nitq hissəsini yaratmağından və yaxud da leksik qrammatik olma baxımından fərqlənir. Yaxşı, istəyirəm nümunələr üzərindən izah edeyim, nümunə yazın və onun üzərindən bildirim ki, nə formada fərqləndirəcəksiniz. Birinci, yazıram ki, kitabın məndə qalıb. İkinci, yazıram ki, kitabın vərəqi cırılıb. Yaxşı. Mənə lazım olan, bax, buradakı ın şəkilçilərimin yiyəlik hal yoxsa mənsubiyyət olduğunu tapmağımdır. Necə tapıram? Birinci, sırf qaydam olaraq, qayda üzərindən getsək deyirik ki, yiyəlik hallı sözdən sonra mütləq mənsubiyyət şəkilçisi gəlməlidir. İndi mən baxıram, görüm hansı kitabın sözündən sonra mənsubiyyət şəkilçisi söz gəlib. Bax, mən burada vərəqi görürəm. Bunun üzərindəki i üçüncü şəxsin mənsubiyyətidir. Mütləq yiyəlik halla üçüncü şəxsin mənsubiyyətini ayrı halda görə bilmərsiniz. Bir məqam istisna olmaqla, əgər ki, yiyəlik hal şəxs xəbərli şəkilçisi formasını qəbul edib, xəbər mövqeyində çıxış edərsə. Təbii ki, bir cümlə xəbər olarsa, cümlə bitərsə, ondan sonra necə mənsubiyyət şəkilçisi gələ bilər? Artıq cümləni bitirmişəm. Amma cümlənin əvvəlində, ortasında işlənərsə yiyəlik hal, mütləq ondan sonra mənsubiyyət gəlməlidir. Olmasa belə siz bir növ bərpa edib ortaya çıxarmalısınız. Və buradan belə bir nəticəyə gəldim ki, bu ikinci cümləmdəki kitabın sözü yiyəlikdir. Çünki ondan sonra mənsubiyyət gəlib. Yaxşı, bəs bunun mənsubiyyət olduğunu hardan bilirəm? Bu mənsubiyyət tək qalıbsa, deməli ondan əvvələ mən bir yiyəlik hallı söz əlavə eləməliyəm. Aydındır. Məsələn, deyirəm ki, sənin kitabın məndə qalıb. Və yaxud da, baxın, biz nə qayda keçmişdik? Mənsubiyyət şəkilçilərini əzbərləyərkən, öyrənərkən onların qarşısında biz hansı sözləri görürük? Hansı əvəzlikləri? Şəxs əvəzliklərinin üzərindəki imli, inli sözləri, yəni in şəkilçisini qəbul edənləri. Çox vaxt uşaqlar elə bilir ki, şəxs əvəzliklərinin üzərindəki in şəkilçiləri mənsubiyyət şəkilçisidir, amma xeyr. Biz mənsubiyyət şəkilçisini tapmağımız üçün bizə kömək edən sözlərimiz onlar və həmin o əvəzliyin üzərindəki sözlərimiz isə yiyəlik halı şəkilçisidir. Yadınızda saxlayın. Deməli, şəxs əvəzliklərinin üzərinə artırılan ım şəkilçiləri ən çox da mən və bizim üzərindəki imi uşaqlar qarışdırırlar ki, bu im mənsubiyyətdir. Xeyr. Çünki mən və biz əvəzlikləri ini qəbul eləyə bilmir. Deyə bilirsiniz, mənim kitabım, bizim dəftərimiz olmur axı. Niyə? Çünki cümlənin quruluşca düzgün formada qurulmasını istəyiriksə, biz onu artıq n-nı m-dan əvəzləyirik. Necə ki, ar, ər, qeyri-qəti gələcək zamanın şəkilçisini biz r-nı z-la əvəzləyirik, cümləmiz normal düz otursun deyə. Eynən burada da mənim sözündə və yaxud da bizim sözündə ın-ların yerinə biz n-nı yerinə m-ları yazacağıq ki, sözümüz düz gəlsin. Yəni, qrammatik cəhətdən uyğunluğu pozmayaq. Ona görə də bunlar yiyəlik halın şəkilçisidir. İndi eynən mən də buradakı kitabın sözünün qabağına nə artırmalıyam? Yiyəlik hallı söz artırmalıyam ki, bunun mənsubiyyət olduğunu üzə çıxarım.
Bir sözlə, əgər ki, mən ın şəkilçili sözlərin əvvəlinə sənin sözünü əlavə edə bilirəmsə, mənsubiyyət olacaq. Əlavə edə bilmirəmsə, baxın, gəlin artıraq, cümləni oxuyaq, cümlənin məzmunu, strukturu pozulacaq. Sənin kitabın vərəqi cırılıb deyə bir cümlə yoxdur. Çünki zaten bu haldır, haldan sonra gəlik gəlib də, daha doğrusu haldır və haldan sonra mənsubiyyət gəlib də. Amma burada ına baxıram, görürəm hal deyil. Çünki hal olsaydı ondan sonra mənsubiyyət gələrdi. Deməli bu mənsubiyyətdir. Mən ondan əvvələ hal artırmalıyam. Yəqin ki, aydın oldu. Bir sözlə belə yadınızda saxlayın. Mütləq yiyəlik haldan sonra mənsubiyyət gəlməlidir. Əgər yoxdursa, deməli mən özüm əvvələ bərpa edib artırmalıyam o yiyəlik hallı sözü ki, mənsubiyyət olduğunu ortaya çıxarım. Onu da rahat artırmağımız üçün bizim köməyimizə sənin əvəzliyi çatır. Bu aydın oldu yəqin ki. İndi gəlin təsirlik halına üçüncü şəxsin mənsubiyyətinə baxaq. Görək onu necə fərqləndirəcəyik. O da I, I, U, Ü, N, 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 N şəkilçisidir ki, həm təsirlik hal olur, həm də üçüncü şəxsin mənsubiyyəti. Bu da yenə amonim şəkilçidir. Yaxşı, gəlin yenə nümunə yazım, izah edeyim. Uşağı çağırarsan, uşağı bizdə oynayır. Aha, deməli, uşağı çağırarsan və uşağı bizdə oynayır. Yəni, oyun oynayır. Yaxşı, mən uşağın üzərindəki I şəkilçiləri mənə lazımdır ki, onun nə olduğunu tapım. Təsirlik haldır, yoxsa üçüncü şəxsin mənsubiyyətidir. Birinci yadınıza saxlayın ki, təsirlik hal mütləq təsirli feilin yanında gəlməlidir. Necə ki, bir qayda olaraq deyirdi ki, yiyəlik haldan sonra mənsubiyyət gələr. Yəni, bunlar ayrılmaz. Eynən təsirlik halda elədir. Təsirlik hal təsirli feilin yanında gələr. Bəs deyərsiniz ki, müəllim, təsirlik hal nədir? Təsirli feil nədir? Elə təsirli feil də təsirlik halın suallarına cavab verən feilimdir. Yəni, adlar da bir-birinə oxşayır. Yəni, elə kimi, nəyi, haranın sualına cavab verməlidir o feilim. Feil olsa belə hal sualını daşımalıdır. Gəlin, indi feilə sual verək. Görək halın sualını, hansı halın sualını daşıyırsa, o ortaya çıxır. Təsirli feil, təsirlik halın şəkilçilərini daşıyan feildir. Təsirsiz feilimiz də var. Yerdə qalan digər halların suallarını daşıyan feilimizdir. İndi, çağırarsan kimi deyib ortaya sual çıxır və kimi də nəyin sualıdır? Təsirlik halın və avtomatik bildim ki, buradakı I təsirlik haldır. Aydındır. Amma mənsubiyyət şəkilçisi təsirli feilin yanında gəlməməlidir. Və mənsubiyyət şəkilçili sözün əvvəlinə onun əlavə edib oradakı yiyəlik hallı sözü ortaya çıxarmalıyam. Çünki bu mənsubiyyət tək qala bilməz burada. Tək qalıbsa, deməli mütləq ondan əvvələ mən yiyəlik hal bərpa eləməliyəm. Onun uşağı bizdə oynayır. Deməli, mən yiyəlik halla ikinci şəxsin mənsubiyyətini fərqləndirmək üçün sənin əvəzliyindən istifadə edirəm. Amma təsirlik haldan üçüncü şəxsin mənsubiyyətini fərqləndirmək üçün onun şəxs əvəzliyindən istifadə eləyəcəm. Əlavə eləyə bilirəmsə, olacaq mənsubiyyət şəkilçisi, çünki mənsubiyyət tək qalmamalıdır. Qalıbsa ondan əvvələ mən özüm yiyəlik halı bərpa eləməliyəm. Və təsirlik halımda belə nəticə çıxarıram ki, ondan qabaq yiyəlik hal gəlməsi üçün bir önəm daşımır heç bir şey. Onun yanında mütləq təsirli feilim gəlməlidir. Yəni, bunları bu formada fərqləndirməyi bacarsaz, testləri rahatlıqla işləyəcəksiniz. Ən gözəl praktik, yəni tətbiq edə biləcəyiniz məqam onun və sənin əvəzlikləridir. Yiyəliklə ikinci şəxsin mənsubiyyətində sənin əlavə eləyirik. Üçüncü şəxsin mənsubiyyətindən təsirlikdə isə onun şəxs əvəzliyini cümlənin əvvəlini artırıb oxuyuruq. Əgər cümlənin məzmunu pozulmursa, hər zaman mənsubiyyət şəkilçili sözlərimiz olacaq. Cümlənin strukturu, məzmunu pozulursa, deməli ya yiyəlik hal olacaq, ya da təsirlik hal olacaq. Çünki halın əvvəlinə bir də hal artırmazlar. Mənsubiyyətin əvvəlinə hal artırıb onu bərpa eləmək olar. Bu da oldu sizin hal şəkilçisinə mənsubiyyətin fərqləndirilməsi məqamı. Ümidvaram ki, bir faydam toxundu sizə. Bu tip videoların ardının daha çox gəlməyini istəyirsinizsə, çoxlu like və çoxlu yorum gözləyirəm sizdən. İnşallah ki, videomun bir faydası toxunacaq sizə.
Gələcək inşallah ki, bu tipli videolarımın ardı daha çox gələcək. Ən çox da fərqləndirmə tipli videolarım. Çünki testlərə ən çox uşaqların belə deyim də, yaralı yeri olduğu üçün fərqləndirmə tipli modelləri daha çox salırlar və uşaqda həmin anda imtahanın həyəcanının stresindən o fərqləri yadına salmaq, biraz da fikirləşib tətbiq eləmək çox çətin olur və belə praktik, asan yolla tətbiq qaydalarımız var deyə mütləq sizinlə bölüşəcəm. Oldu, hələlik digər videolarımızda görüşənə qədər.